Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda xəmir yeməklərindən bol göyərtili xəngəl hazırlamışam və bunun hazırlanmasını sizinlə paylaşıram. Buna göyərtili Kürcədə demək olar. İndi keçək hazırlanmasına. Bunun üçün göyərtilərdən şomu götürmüşəm, turşəng, yaşıl soğan, dağ keşnisi. Əvvəlcədən yumuşam, suyu çəkiləndən sonra xırda-xırda doğrayıram. Xəmir üçün qaba 1 stəkan su əlavə edirəm. Tam dolu olmayan 1 çay qaşığı duz. Bunları duz əriyənə qədər qarışdırıram. 1 ədəd sındırdığım yumurtanı əlavə edib onu da qarışdırıram. Qaba un töküb xəmir yoğururam. Əvvəlcə biraz qarışdırıram, sonra qalan unu da əlavə edib xəmir yoğururam. Xəmir üçün 3 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Belə ələ yapışmayan bərk xəmir alınır. Xəmirin üstünü örtüb 20 dəqiqə gözlədirəm. Bu arada içliyi hazırlayıram. Tavaya yağ töymüşəm. 1 ədəd doğradığım soğanı tavaya töküb qovururam. Soğanlar tam qızıl rəng alana qədər yaxşıca qovururam. Soğanlar artıq yaxşı qızarıb, soğançam hazırdır. Qazı söndürüb ocaqdan götürürəm. Göyərtiləri rahat qarışdırmaq üçün belə dərin bir ərzaq qabına boşaltmışam. Hazırladığım soğança biraz soğuyandan sonra onu da göyərtinin üstünə əlavə edirəm. Başqa bir qaba 2 ədəd yumurta sındırmışam. Çəngəllə qarışdırıram. İstəyə görə yumurtanın sayını artırıb azaltmaq olar. Yumurta istəməyənlər əlavə etməyə də bilərlər. Yumurtanı da göyərtinin üstünə əlavə edirəm. Qara istiyot səpirəm, duz səpirəm. Bunların hamısını yaxşıca qarışdırıram. Bu şəkildə hazırlayıb içliyi qoyuram bir kənara. Xəmiri un səpdiyim masanın üstünə yerləşdirirəm. 2 bərabər hissəyə bölürəm. Kəsdiyim xəmir parçalarından götürüb kündə hazırlayıram. Kündələrini də üstün örtüb bir 10 dəqiqə gözlədirəm. Hazır kündələrdən götürürəm. Onu da un səpdiyim masaya qoyub üstünə un səpirəm. Əlimlə biraz üstündən bastırıb genişləndirirəm. Sonra oklovla yayıb iri bir yayma açıram. 1 mm qalınlığında nazik yayma yayıb açıram. Açdığım yaymanı belə dairəvi kəsəndən doğrayıram. Xəmir kəsənin diametri 9 sm-dir. Kənarda qalan kəsik xəmirləri də bir yerə yığıram. Onları da kündə halına gətirib yenə yayıb xəmir kəsəcəm. Hazır içlikdən kəsdiyim xəmirlərin ortasına bir xörək qaşığı yerləşdirirəm. İçlikdə istənilən dəyişikliyi eləmək olar. İstəmədiyiniz göyərtini əlavə eləməyin. İçlikli xəmiri götürüb əlimlə kənarlarını videoda göstərdiyim kimi bir-birinə gətirib yapışdırıb belə bir kürzə şəkli verirəm. Fərqli şəkillərdə də hazırlamaq olar. Elə xəmirin ucunu bir-birinə yapışdırıb kənarlarını bükərək şəkərbura şəkli də vermək olar. Digər kündəni də eyni şəkildə yayıb, doğrayıb belə bu şəkildə hazırlayıram. Hazırladığım içlikli xəmirləri un səpdiyim taxtanın üstünə düzürəm hamısını. Belə hazırlayıb soyuducunun buzluğunda saxlamaq olar. İstədiyiniz vaxt çıxardıb pişirə bilərsiniz. Qazana su qoymuşam, su artıq qaynayır. Qaynayan suya duz əlavə eləyirəm. Hazırladığım göyərtili kürzələrdən qazana əlavə eləyirəm hamısını. Qaynayan vaxtdan bir 2-3 dəqiqə bişirirəm. Artıq baxıram xəngəllər üzə çıxır. Deməli bişib, çox da qaynatmıram. Sudan çıxardıram. Pişən göyərtili xəngəlləri servis edəcəyim qaba əlavə eləyirəm. Ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd etmişəm. Ölçüləri artıraraq daha çox hazırlamaq olar. Üstünə yağ gəzdirirəm. Qatıqlı sarımsaqla da çox ləzzətli olur. İstəyə görə göyərtili xəngəlləri sulu da yemək olar. Çox ləzzətli olur. İndi göyərtinin bol vaxtıdır. Siz də alın.
Bu üsulla hazırlayın, çox dadlı olur. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı. Əgər videoda ilk dəfə görüşürüksə, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın.